və 412-ci bölüm analizi. Hörmətli izləyicilər, videolara bəyəni az gəlir. Zəhmət olmasa videonu bəyənməyi yaddan çıxartmayın. Cavid sən saydığını say, gör fələk nə sayır. Zaurun tüfeyli həyat yaşamasını qəbullana bilməyən Tural, onu qumardan uzaqlaşdırmaq üçün Cavidə oyun təklif etdi. Cavid, eynən Zaur kimi Turalı qumarda qaz kimi yola biləcəyini fikirləşdiyi üçün oyunu qəbul etsə də uduzacağını gözləmirdi. Həyatında ilk dəfə uduzduğu üçün əsəbindən başını divarlara vurur. Zaur çox şanslı adamdı ki, onun ən çətin anında bibisi oğlu köməyinə yetişdi. O olmasaydı, evi də satdığa qoyub, o pulu da qumarda uduzacaqdı. Cavid bütün planını alt-üst etdiyi üçün Turala dağ çəkmək istəyir. Ona görə də əvvəlcə Zaurun evinə gedib, onu adamlarına döydürdü ki, Turalın beyni çönüb üstünə gəlsin. Dilarə hələ də başa düşməyib ki, yalanın ömrü az olar. Həkimlə sözləşib, DNT testinin cavablarını dəyişməklə iş bitmir. Rəfiqə əvvəlcədən bilirdi ki, qızı ona yalan deyir. Onun üçün də Dilarədən xəbərsiz testin cavabını alaraq Turalı danışmağa çağırdı. Anası ilə qızının ona oyun oynadığını düşünən Tural, həkimin yanına gedərək nəhayət gerçəkləri öyrəndi. Artıq Almazgildə bilirlər ki, uşağın gerçək atası Turaldı. Həm Rəfiqə, həm də Yaşargil başa düşürlər ki, belə vəziyyətdən çıxış yolu Dilarə ilə Turalın evlənməsi.